Salam dostlar. Bugün sizə alman dilində müslim modal feilini izah edirəm. Birinci başlayırıq mənası ilə. Müslim modal feili məcbur olmaq, etməli olmaq deməkdir. Yəni malı, məli. Yəni bir işi mütləq etməlisən. Məsələn, necə deyərik? Mən oxumalıyam. İlk öncə Azərbaycan dilində yazıram. Mən oxumalıyam. Bunu alman dilinə çevirsək, ich muss lernen. Ich muss lernen. Başqa bir nümunəyə baxsaq, məsələn, mən ev tapşırıqlarımı etməliyəm. Mən ev tapşırıqlarımı etməliyəm. Düzdür? Etməliyəm. Bunu alman dilinə çevirsək, ich muss meine Hausaufgabe machen. Bunu təhlil edən zaman görərik ki, eyni ilə bundan öncəki videomuzda qeyd etdiyimiz kimi, əgər cümlədə təsrifləndirilən tərəf modal feildirsə, bu zaman əsas feili qoyuruq cümlənin ən sonuna. Lernen bizim əsas feilimizdir, machen isə bizim yenə əsas feilimizdir. Təsrifləndirilən tərəf isə modal feilimiz olan müslim feilimizdir. Burada məcburiyyət var. İndi isə gəlin keçək deməli, müslim modal feilimizin təsrifinə. İlk öncə sizə müslim modal feilinin şəxslər üzrə təsrifini yazıram. Məsələn, ich, du, sie, es, wir, ihr, sie, onlar, bir də nəzakətimizin zi. Bu zaman bunun qarşısında müslim modal feilimizin təsrifini yazırıq. Ich muss, du musst, sie, es muss, wir müssen, ihr müsst, sie müssen. Diqqət etməli olduğumuz məqam odur ki, necə ki können feilində mən bunu sizə izah etmişdim, elə də müslim feilində ich birinci şəxsin təki və es üçüncü şəxsin təkində heç bir şəkilçi qəbul eləmirlər. Gördüyünüz kimi hər ikisi də mus olaraq qalıbdır. Gəlin indi cümlə quruluşuna nəzər yetirək. Cümlə quruluşu zamanı biz ilk öncə başlayacağıq nəqli cümləmizdən. Nəqli cümlədə söz sırasını ilk öncə baxaq. Nəqli cümlədə söz sırası ilk öncə bura nəqli cümlə yazım. Nəqli cümlədə söz sırası belə olacaq. Mübtəda, üstə gələk modal feil, üstə gələk əsas feil. Əsas feil. Buradan da görürük ki, məsələn, desəm ki, mən alman dilini öyrənməliyəm. Yəni, bu mənim öhdəliyimdir. Məsələn, necə deyərəm? Mən, bir dəqiqə zəhmət olmasa, mən alman dilini öyrənməliyəm. İlk öncə burada bunu almancaya çevirsək, ich olacaq mən üzr istəyirəm, olacaq ich. İkinci yerdə burada malı, məli var. Onu gətirib qoymalıyıq. Ich muss, yəni müslim feilimizi. Alman dili olur Deutsch. Buradakı öyrənmək feilimiz olur isə lernen.
Mən düşünürəm ki, burada heç bir çətinlik yoxdur. Mən alman dilini öyrənməliyəm. Təhlil edən zaman görürük ki, ikinci yerdə təsrifləndirilən tərəf müstəqil modal feilimiz oldu. Əsas feilimiz olan lernen isə cümlənin ən sonunda məsdər formasında dayanır. Yəni burada bir şeyə diqqət eləmək lazımdır ki, əsas feilimiz cümlənin ən sonunda məsdər formasında dayanır. Necə ki, biz onu lüğətdə hansı formada öyrənirik. Yəni, heç bir dəyişiklik olmamalıdır. Məsdər formasında cümlənin ən sonunda dayanmalıdır. Sadəcə təsrifləndirilən tərəf isə modal feilimiz olur. Bu getdi. İndi sizlə bərabər gəl baxaq. Deməli, bizim sual sözsüz sual cümləsinə. Elə gəl bu cümləni, məsələn, tutalım ki, mən alman dili öyrənməliyim. Gəlin o cümləni indi verək başqasına, görək, sən də alman dili öyrənməlisənmi? Məsələn, sən alman dilini öyrənməlisən, sual veririk. Bunu alman dilinə keçirəndə sən olur, du. Üzr istəyirəm. Burada sual cümləsi olduğuna görə malı məlini keçirməliyik əvvələ. Burada du ilə başlamırıq artıq. Sən alman dilini öyrənməlisən. Burada deməli baxırıq nəyə? Burada öyrənməli. Bir dəqiqə. Deməli, burada baxmalı olduğumuz məqam öyrənməlisən feilindəki bu malı məlidir. Düzdür? Bu malı məlidir. Bunu gətiririk qabağa. Gətiririk onu qabağa. Must. Duya görə necə təsriflənirdi? Must olurdu. Must. İndi bizim bu səni gətirməliyik qabağa. Yəni, mustdan sonra bu səni qoymalıyıq. Mus. Bir dəqiqə. Mustu. Mustu. Deutsch. Sonra alman dilini. Deutsch. Ən sonda isə feilimizi. Mustu auch Deutsch lernen. Mustu Deutsch lernen. Yəni, sən də alman dilini öyrənməlisən. Və yaxud da ki, başqa bir sual. O gəlməlidir. Desəm ki, o gəlməlidir. Sual verirəm. O gəlməlidir. Bu zaman malı məli, buradakı malı məli yenə qabağa keçməlidir. Muz. O-ya görə bunu təsrifləndiririk. Daha sonra bu o-nu gətiririk. Mus, eya. Gəlmək feilimiz də olur kommen. Muss er kommen. Muss er kommen. Gəlmək feilimiz oldu kommen. Burada müstəqil feili mübtədadan əvvələ keçdi. Özümüz də buradan görürük ki, bu mübtədadadır. Feilimiz isə budur. Mübtədadan əvvələ keçdi. Bu da mübtədadır. Feilimiz də budur. Mübtədadan əvvələ keçdi. İndi gəlin sual sözlü sual cümləsinə baxaq. Görək sual sözlü sual cümləsi necədir? Elə bu cümlənin üzərində işləyək. Məsələn, burada nə verib? Deyir ki, məsələn, o gəlməlidir. İndi buna bir sual verək. Deyək ki, o nə vaxt gəlməlidir? O nə vaxt gəlməlidir? Gəlməlidir. O nə vaxt gəlməlidir? Bu zaman struktur belə olacaq. Strukturu belə yazırıq. Deməli, sual sözü üstə gələk. Modal feil üstə gələk. Mübtəda üstə gələk əsas feil. Əsas feil. Düzdür? İndi gəlin buna bir dənə misal. Məsələn, yazaq ki, o nə vaxt gəlməlidir. Buradan biz görürük. Nə vaxt sual sözümüz var. Van. Sonra buradan görürük, burada malı məli var. O malı məlini də gətiririk sual sözündən sonraya. Van, mus,
one moose. Daha sonra burada bizim bir dənə o var. Yəni kişi cinsinə ya qadın cinsinə yaza bilərsiniz. Biz burada kişi cinsi yazmışdıq deyə ona görə mən onu kişi cinsinə nəzərən yazıram. One moose a common. Common. Burada bir şey nəzərinizə çatdırım ki, sual sözü birinci yerdə gəlir. Təsrifləndirilən tərəf modal feil olduğuna görə ikinci yerdə modal feilimiz gəlir. Məsdərimiz isə ən sonda, daha doğrusu əsas feilimiz isə məsdər formasında cümlənin ən sonunda dayanır. Sadəcə burada bilməli olduğunuz cümlə quruluşlarının nəqli cümlə, sual sözlü, sual sözsüz cümlələrinin necə qurulduğuna struktur olaraq biz bilirik ki, sual sözsüz sual cümlələrində cavab tələb olunur. Ya, nein cavabları. Sual sözlü sual cümlələrində isə məsələn cavab verməliyik ki, həmin sual sözlüyünün yerinə məsələn van nə vaxt gəlir onu deməliyik. Məsələn deyə bilərəm ki, məsələn o saat 5-də gəlməlidir. Məsələn o saat 5-də gəlməlidir. Düzdür? İndi gətirirəm bura. O olacaq e-yə, gəlməlidir mus. Daha sonra saat 5-də 5 Uhr zum Beispiel oder 17 Uhr kommen. Bu da belə. Sadəcə olaraq burada diqqət etməli olduğunuz məqam əsas feilimizin cümlənin sonunda məsdər formasında dayanmalıdır. Təsrifləndirilən tərəf modal feilimiz olmalıdır. Modal feillərimizi şəxslərə görə düzgün təsrifləndirməliyik. Yadınızda bir şey saxlayın. Birinci şəxsin təki ich, üçüncü şəxsin təki es-i s-də heç bir şəkildə qəbul etmirlər, olduğu kimi qalırlar. Strukturu biləndən sonra mən düşünürəm ki, heç bir çətinlik qalmır. Qısa olaraq, müstən məcbur olmaq, etməli olmaq deməkdir. Müstənlə cümlə qurarkən əsas feili cümlənin ən sonunda qoymaq lazımdır. Sual sözlü sual cümləsində struktur, sual sözü, üstə gələk modal feil, üstə gələk mübtada, üstə gələk əsas feil oldu. Sual sözsüz sual cümləsində isə nəqli cümləni sual cümləsinə çeviririk. Yəni modal feil keçəcək mübtadadan əvvələ. Düşünürəm ki, hər kəs üçün çox asan oldu. Əgər video xoşunuza gəldisə, bəyənməyi və abunə olmağı, həmçinin dostlarınızla da paylaşmağı unutmayın. Növbəti videolarda görüşmək ümidi ilə hələlik.